Özüm Əliyev şəxsi var. Hara məcburi köçkünüz? Füzuli rayonu. Füzuli. Burada işləyirdiniz. Bəli. İşləyirik hal-hazırda da. Bəs bu obyektləri sökəndə nə dedilər? Hansı əsasında? Obyektləri söhməyə saxladılar, küçə təmizləyirlər. Heç bir xəbərdarlıq Xəbərdar olmadan olmadan gəlib söküblər. zərər vurmaq istəyirlər. Bir dənə planlar odur. Xaladelniklərimiz, ətimiz, hər bir Müəllim, sizin burada işləmək üçün icazəniz var idi. Obyektlər Xanım, Elçibəyin vaxtından biz burada işləyirik. Hə. 30 ildir. Aha. 30 ildə bunu hamı bilir, bütün qurumlar bilir. İndi nə oldu? İndi gördülər bizi. Yəqin ki, buranı kimsə almaq istəyir. Kimsə bura pul verib, ona əsasandır. Çünki biz Qarabağlıyıq. Bizi bir gün səhər köçürdülər torpağımıza. Köçürdənə yaxın elə hazır belə normal gedirik də, köçürdürlər, dəyə-dəyə, gülə-gülə. Beşimizi yığıb aparırıq. İndi traktorun ağzına vermək normal deyil axı. Gözləyə bilərlər. Gündəlik nə qədər qazanırdınız müəllim buradan, belə deyək, ailə? gündəlik Gündəlik deyirə nə qədər işçin var, neçə manat işçiyə pul verirsən? Onu niyə soruşmursan? Onu da soruşacağım da. Birinci onu soruş deyim, sonra o birisini deyim. Hə, deyin, birinci onu deyin. sadəcə